Sosial şəbəkələrdə yayılan maraqlı görüntü qısa zamanda gündəm olub. Canlı yayım zamanı Baboşun gözlənilməz vəziyyətdə kameraya düşməsi həm izləyiciləri güldürüb, həm də Məftunun təəccübünə səbəb olub. Kadrlarda Məftunun reaksiyası diqqət çəkərkən Baboşun "görmürsən, canlıdayam" sözləri sosial şəbəkələrdə geniş müzakirə olunub. Hey! Otur. Kulak gibi. Gel buraya. Gel. Gel. Hareket gittin hele. Ne oldu? Canlı dayanmıyor. Benim bu bezmane çözermişsen bence. Yüzünü o tarafa çöndürmüştüm de sen aynı durmuştun. Şiir miydi ne ya? Oo, evin yıktı baba. Seni ile hikayede paylaşacaklar. Bu yallah seni bir abla eləsin ay bala. Bakın ona. Mustafa. Oo, milletin gülüşüne bak. Ahmet ne bildim ki zinane çöndermiş seni. Yok, ben yüzünü oraya çevirdim ki iti getirmeye gidelim. Ki getiriyor öyle bildim kapıya işte kapıma taraf çevirdim. Sen ona göre abi. Eşib yoxdan olub çıxdı. Yaydıdan ay. Qapını da hərlənirsən. Nə biləsən ki, mən telefonu belə çevirmişəm. Heç nə olmaz. Gel bırakalım bunu. Gel. Ona bax, gedir oraya. İşte bu beni bıraksana. Gel. Hara gedirik? Elmi şafar giyin. Tabii ki qorxumdan sən tərəfə çevirəm belə. Post evden çıkıp kapaklardan da yani ona. Gedir Allah'ım bulsun. Lan yok Ağa cəmaatçı, canını bağlayıram ürəklərim. Öpürəm sizi, məni takip edin. Birazdan açacağım, yaxşı. Nə dur?